Əziz dostlar, bu günləri mənim dəyərli dostum Aşıq Məharətlə görüşdük. Görüşümüzün səbəbi həm nə vaxt görüşmürdük, həm də mənim yeni çapdan çıxan Vicdanı Yaşadan Səs ruh məhsulumu qeyd elədiyim kimi mənim dəyərli dostum Şirvan Aşıq Məktəbinin dəyərli simalarından olan Aşıq Məharətə təqdim eləməkdir. Buyur Məharət, bu kitabı sənə təqdim edirəm. Maşallah, xeyirli uğurlu olsun dəyərli şair. Neçə vaxtdır bu kitabın səbirsizliklə gözləyirdik. Bu da bir Allahın bir xoş təsadüfü ki, bugün görüşdük, sənin bu kitabı götürdüm. İnşallah bu şeirlərin, bu kitabların ardı gəlsin, xalqa gözəl nümunələr bəxş eləyəsən, o gözəl, qüdrətli təbiinlə, o xalqın ruhunda yazdığın o gözəl şeirlər insanlar oxusun, maariflənsin, sevə-sevə. İstəyirəm elə burada təbii birini səsləndirəm. Mənə dost deyənlərin xeylisi yoxa çıxdı. Ürək dostu azaldı, pul dostu çoxa çıxdı. Həyat ki sınaq etdi, kimi yetdi, kimsə itdi. Təzə dost baxdı, getdi, köhnə dost arxa çıxdı. Dosta uğur dilədim, yoluna nur elədim, mənəvli elədim, dərs çoxa çıxdı. Dünən səni axtaran, bugün olub gen duran, ay Furqani sən quran, de bu nə çıxa çıxdı. Ay Furqani sən quran, de bu nə çıxa çıxdı.